Xoş gördük, hörmətli izləyicilərim. Son vaxtlar havalar soyumasına əlaqədar biz sümük ağrılarından, əzələ sistemində olan ağrılar, osteoxondrozdan və qeyd edim ki, bu cür insanların bizə çox müraciətini nəzərə alaraq mən TNS Tibet məhsulları haqqında keçən verilişdə danışdım. Bu dəfə də istəyərdim ki, fərqli bir konkret fizioloji quruluşa uyğun fikirlər bildirim. Çünki insan hüceyrəsinə bilirsiniz ki, toxuma orqanlara, eyni zamanda bütün vacib olan sistemlərə, sinir sistemi orada daxil olmalılar, endokrin sistemə, sümük dair hərəkət sisteminə, əzələ sisteminə hamısına kalsium lazımdır. Amma necə kalsium lazımdır? Və bu məsələ bizi çox maraqlandırmalıdır və istəyərdim ki, biraz diqqətlə buna qulaq asasınız. Kimyəvi elementlər cədvəlində kalsium 2+dan qeyd olunur və molekulyar şəkildə kalsium salınır. Amma bizim TNS Tibet kalsiumu həm tibi reseptli olduğuna görə, eyni zamanda iyonlaşmış şəkildə hazırlandığına görə kalsium 2-, yəni mənfi yüklü kalsium kimi hazırlanır. Nəyə görə? Hüceyrədən asanlıqla sorulacaqdır. Çünki orqanizmdə sümüklərin tərkibində kalsium fosfat şəklində olur. Bunu bilirsiniz. Kalsium 2+-un fizioloji rolu orqanizmin müxtəlif funksiyalarında qeyd olunmuşdur. Yəni orada rolu var. Kalsium 2+-un hüceyrəsi mayedə həddindən artıq çox olması ürək fəaliyyətinin dayanmasına səbəb olur. Və sistola fazasında bu hal baş verir. Hüceyrələr arası mayedə kalsium 2+ iyonunun həddindən artıq az olması sinirlərdə spontan impulsasiya yaratmaqla tetanus törədir, yəni qızolmalar verir. Ona görə biz sizə təklif etdiyimiz bax bu kalsium fərqli bir kalsiumdur. Bunun tərkibində insan orqanizmasından asanlıqla sorulub qana keçən digər elementlər də vardır. Burada kalsium tərkibi də var. Eyni zamanda digər mikroelementlər, vitaminlər, məsələn D3 vitamini, maqnezium, dəmir, amin turşular, doymamış yağ turşuları və s. var. Ona görə mənə müraciət edən xroniki xəstəliyi olan insanlar, onların çoxu sümük ağrısından və ağrının bütün oynaqlara yayılmasına, hətta deyir ki, barmaqlarımın ucuna qədər, barmaq sümüklərində boşluğa qədər mənfi təsir var. Eyni zamanda bel ağrısından, oturaq siniri sıxılmasından, büzdün fəqrəsindən hamısından şikayət edirlər. Əzizləyicilərim, bir sözlə, bu iyonlaşmış şəklində olan kalsium toxumalarda olan və yaxud da molekul şəklində olan dərmanlar kimi eynidir. Əgər siz internetə